Salam değerli izleyicilerimiz. Size bugün Masazır qəsəbəsinin tam güzel bir ərazisində girişində asfalt küçənin üzərində görüşüm bu asfalt küçənin üzərində gözəl bir yerlə tanış edəcəm. Evimiz gələcəksiniz obyekt kimi çevir, obyekt elə bilərsiniz. 2 sot yarımın içində yerləşir. Həyətində meyvə ağaçları var. Defne ağacı var. Üzüm var. Hem gül çiçeği var. Hem belə də evdir, bağ üçün, bax köyün evdir. Həyətdə belə gözəl ağaçları var, gülləri var. Həyət üçün onlar ana qovlusudur. Evimizin bax kuxlanın pəncərəsi burada, bu da böyük. Rahat bir 20-25 nəfərin otura biləcəyi bir bisetkadır. Gəldi sadəcə belə yaşamırlar da belə səliqəsizdir. Amma çox gözəl. Bir yerdə yerləşir. Masazda girən kimi birinci fit orada. Asfalt yolun üstündə. Masazın elə ikinci ana yolu üstünə düşür. Və belə gözəl bir həyəti var. Bu bisetkası dediyim. Və gözəl. Burada yəni torpağın sotu 28-30 min arası başlayır. Burada 2 sot yarımın içində yerləşir. Evin də torpağına tam paket kupçası var. Otaqlarımız kifayət qədər genişdir. 2 otaqdır, amma çox genişdir. Zalı, 2 otaqların zalından da böyük zalı var. Rahat 2 maşın girə bilən belə burada həyəti var. Bu evimizin üz görsəmidir. Qeyd edim ki, evimiz hazır 20 ildən yuxarı bir müddətdə tikilən bir evdir. İngi olsun evə xərc tələb olur. Amma yəni evimiz bir dəqiqə gir yaşaya bilərsiniz. Evimizin qapılarını çıxartdı ki, yeni qapı əlavə eləsin, sonra isə qaldı. Və giriş koridorumuzdur. Sol isə geniş bir qonaq otağımızdır. Kifayət qədər genişdir. Və gördüyünüz kimi var. Evimizin ölçüləri 4 yarımın hardasa 7 deyəm. 6 yarımı bəlkə çox olar belə ölçüləri. Bu qapılarda qeyd etdiyim kimi çıxartmışdı, yeni qapı ilə əlavə edəsən, sonra nəsə qaldı. Bu yataq otağımızdır. Gördüyünüz kimi. Biz yaşamırlar. Bu da mətbəximizdir. Evimizin kombisi. Mərkəz yəni isti sistem kombidir. Kuxunu mebelimiz normal vəziyyətdədir. Bu da hemen həyətinə baxan pəncərəsidir. Bu bizim santar qovşağımızdır. İkisi bir yerdə. Evimiz düzdür. Divar kağızı vurulmayıb. O vaxtdan emisiya olubdu. Elə qalıb. İstərsə emisiya vurasınız, istərsə divar kağızı bir qapıda ev sahibinə razılaşıb qiymətdə aşağı-yuxarı edib onu özünüz də edə bilərsiniz. Yəni qiymətdə mənə deyib ki, 85 min manatdan təklif elə. Mən özüm qiymətdə razılaşacağam. Amma yenə də istəyirsinizsə gəlib yerində tanış olarsınız, ev sahibi ilə qiymətdə də razılaşa bilərsiniz. Bütün bu işlərin, xərclərin qiymətini aşağı-yuxarı razılaşa bilərsiniz. Hər bir diqqətinizə görə təşəkkür edirəm.